Herkese salam. Bugünkü dərsimiz isimlərin yərik halı, yəni possessive case of nouns. İsimlərin yərik halı. Bəzən buna testlərdə genitive case kimi də rast gələ bilərik. Genitive case və ya possessive case hər ikisi yərik haldır. Deməli, isimlərin yərik halı düzələrkən necə düzəlir? Əgər birinci tərəfimiz təkdirsə, biz apostrof s-dən istifadə edirik. Məsələn, girls, bir söhbət bir qızın kuklasından gedirsə, qızın kuklası doll. Doll. Yox, əgər ki, söhbət bir neçə qızın kuklasından gedirsə, biz o zaman girls yazırıq. Girl, s apostrof doll. Qızların kuklası və yaxud da kuklaları. Girls doll. Demək, burada doll da ola bilər. Bir neçə qızın təbii ki, eyni kuklası da ola bilər və yaxud da hər qızın fərqli. Yəni, burada dolls, doll fərqi yoxdur. Aha, deməli, dedik ki, apostrof s təkdə, s apostrof isə cəmdə olur. Bunu silək. Aha, baxırıq, diqqət edək. A scientist, burada söhbət bir alimin ixtirasından getdiyinə görə apostrof s yazırıq. A doctor's salary, bir həkimin maaşından söhbət getdiyinə görə biz apostrof s veririk. Ancaq cəmdə deyil, iki yolla düzəlir. Necə olur iki yolla düzəlir? Buna diqqət edək. Deməli, cəmlənərkən kökündən dəyişməyən isimlərimiz Cəmlənərkən kökündən dəyişməyən isimlərimiz s apostrof qəbul edir. S apostrof alimlərin ixtiraları. S apostrof doctors salaries. Gördüyünüz kimi s-dən sonra apostrof yazılır. Həkimlərin maaşları. Amma baxırıq, sözün sonu dərs keçirəm. Səs eləməyin, dərs keçirəm. Sözün sonu s-lə bitənlər deməli həm apostrof s, həm də s apostrofla da ola bilər. Və buradakı s təmlik bildirmir. Sadəcə apostrof s ilə də ola bilər, s apostrofla da ola bilər. Məsələn, paraphrase, address, boss, class, actress bu qəbildən sözlər. Və cəmlənərkən kökündən dəyişən isimlərimiz var idi. Man, man, woman, woman, child, children. Bunlar s apostrof yox, Banu, səs eləmə qadına. Səs eləməyin. Bunlar s apostrof yox, apostrof s qəbul edirlər. Yəni ki, mən bura yazsam ki, children deyə bilərik ki, axı cəmlənib, biz bunu s-lə yazaq. Bu tamamilə yanlışdır. Olmaz. Children, s apostrof olmaz. Children, Banuş, səs eləmə nə olar? Children's olmalıdır burada. Children's, men, apostrof s. Yəni, mən də təkdə kişinin də deyəndə apostrof s, kişilərin də deyəndə apostrof s. Uşağın da deyəndə child, apostrof s. Children da deyəndə apostrof s. O bir sotoq dilini nə olar? Children da deyəndə apostrof s-dən istifadə edirik. Və gördüyünüz kimi baxırıq. Man, apostrof s, suits, woman's clothes, mouses və yaxud da mices. Biz bunu man, apostrof s yazsaq, men, apostrof s yazsaq tamamilə yanlışdır.
Və people sözünə gələk. Bilirik ki, people həm xalq, həm insanlar mənası bildirir. Əgər söhbət burada xalq mənasından gedirsə, burada biz S apostrofdan istifadə edirik. Xalqların azadlığı. Əgər insanların deyiriksə, o zaman biz apostrof S-dən istifadə edirik. İnsanlar dedikdə, adamlar dedikdə apostrof S, xalqlar dedikdə isə S apostrofdan istifadə edirik. Sonra cansız isimlər adətən ofla düzəlir. Necə olur? Maşının açarı 1, 2. Burada açar sözü önə keçir, yəni ikinci söz önə keçir. The key of yazılır və artikeldən adətən istifadə olunur. The car. Kitabın özü ikinci üz sözü birinciyə keçir. The cover of the book. Of nəinki cansızlarda, hətta canlılarda da işlədilə bilər. Yəni my sister's flat də yaza bilərik. The flat of my sister də yazsaq, hər iki halda doğrudur, yanlışlıq yoxdur. Sonra mürəkkəb isimlərin yerlik halı isə sonuncu sözə apostrof S və yaxud da S apostrof sonuncu sözə qoşulur. Yerlik halda apostrof S. Demişdik ki, cəmlənərkən əsas məna bildirənə qoşulur. Brothers olurdu. Amma apostrof S fərqi yoxdur. Sonuncu sözə qoşulur. Brothers in-law yox, brothers-in-law yox, brother-in-laws yox. Necə olur? Brother-in-laws shop olur. Və beləliklə haycan, əgər bilmirəm aşkım, brother-in-laws shop, burada əgər biz cəmlətmək istəyiriksə, biz brothers-ı cəmlədirik və yenə bu belə olaraq qalır apostrof S. Və gələk ortaqlıq məsələsinə. Deməli, belə bir şey izah edim. Deyək ki, Səma və Günay bacıdırlar. Əgər Səma və Günay bacıdırsa, Səma və Günay bacıdırsa, deməli Səma ilə Günayın bacısı da, anası da eyni adamdır. And deyək ki, Lalə Səma və Günayın anasıdır. Hər ikisinin də anasıdır. Səmanın da anasıdır, Günayın da anasıdır. Ona görə biz Səmanı boş saxlayırıq. Bura heç nə yazmırıq. And Günay və burada mam yazırıq. Mam. Səma və Günayın artıq bilirik ki, anası eyni adamdır. Banu. Amma deyək ki, Lalə bir də Gülnar. Lalə Səmanın anasıdır. Səma. Burada bir dənə apostrof S qoyuruq. And burada yazaq Ləman. Ləmanın da anası Gülnardır. Ləmans S. Hər iki tərəfə biz apostrof S qoyuruq. Yəni bir şəxs və ya əşya eyni iki adama ortaqdırsa, biz birinci tərəfi boş saxlayırıq, ikinci tərəfə apostrof S və ya S apostrof qoyuruq. Yox, bir şəxs və əşya hərəsi ayrı-ayrı adama aiddirsə, apostrof S və yaxud da S apostrofu hər iki tərəfə qoyuruq. Bunlara da diqqət edək. Sonra baxırıq. Bax, John and Jack's car. Burada John'la və Jack'ın maşını eynidir. Həm John'un maşınıdır, həm Jack'ın maşınıdır. Ona görə biz apostrof S-i bir tərəfə qoyuruq. Və
Burada cars deyə bilmərik. Niyə cars deyə bilmərik? Bir maşın da ikisinin də maşınıdır. Əgər carsdırsa, biz bura John'a da bir apostrof S qoymalıydıq. Jack'a da apostrof S gördüyünüz kimi. John, bana sakit olun. John's and Jack's cars və burada is qoyuruq. Burada are qoyuruq. Təbii ki, bu göstərici deyil. Bəzən dəyişə bilər. Və burada deyir ismin tək və cəm olmasına baxmayaraq, əgər isim təkdirsə apostrof S də tək olacaq və sonuncu bəli. Deməli, bax burada Jake and John's flat. Baxırıq, burada flat is və flat are. Deməli, bədən üzvləri hələ var. Məsələn, deyə bilərik ki, Jake və John'un tapdı. Artıq biz burada bilirik ki, hələ növ tapı olacaq. Ona görə birinci qaydadan istifadə edirik. Əgər sayılmayan isimlər cəmlənə bilməz təbii olaraq, sayılmayan isimlər cəmlənə bilməz. Məsələn, deyə bilərəm ki, Jack'in çörəyi, Jack'in öz çörəyi var, John'un öz çörəyi var. Biz burada təbii ki, A-dan istifadə edirik. Jack, apostrof S, and John, apostrof S, ola bilər. Və baxın, əgər let's-dirsə, bu let asıl qısaldılmış formasıdır. Let asıl qısaldılmış formasıdır. Əgər dialekt əvəzliyi gəlirsə, bu ya mütərcəm qısaldılmış formasıdır, ya bir uzun qısaldılmış formasıdır. Bu that deməkdir. Where is, was, has olabilir.
iki övladı, iki uşağı. Burada İsai isim gəldi. Və yaxud da ki, gerund gəlməlidir. Jack's coming. Baxın, Jack deməli, gəlməsi, apostrof s ilə sifət isim gəlməsi gördüyünüz kimi yerlik haldır. Apostrof s deyil, sifət isim gəlməsi yerlik haldır. Apostrof s gələk, say gələk isim gəlirsə, baxın, özü sıra sayı gəlib və apostrof s gələk gerund gəlirsə, ing yerlik haldır. Apostrof s gələk isim zərf əvəzlik gəlirsə, bu yerlik hal deyil. My, your, his, her gəlirsə, bu yerlik hal deyil. Sonra burada sifət gəlib, amma gördüyünüz kimi sonra isim yoxdur deyin, yerlik hal deyil. Əvəzlik article gəlib deyin, bu yerlik hal deyil. Söz önü gəlibsə, bu at, is, isin qısaldılmış formasıdır. Sonra say gəlirsə, bu isin qısaldılmış formasıdır. Bu has'in qısaldılmış formasıdır. Participle to gəlib. Sonra living. Baxın, buradakı ing deyə bilərsiniz ki, ay müəllimə, bu da ing-dir, bu da ing-dir. Biz bunu artıq bu isin davam edici zaman formasıdır. Bunu biz hardan bilərdik? Ana, get nobis otaqda oynayın, mən də gəlirəm də, bacını apar, nə olar, səs eləməyin. Onda qapını örtürəməyiz. Baxın, burada biz hardan biləcəyik? Əgər bu ing-dən sonra bana nə olar, səs eləməyin. ing-dən sonra
feil gəlirsə, xəbər gəlirsə, baxın smoking worried və yaxud da is gəlirsə uşaqlar, o zaman bu yəlik haldır. Apostrof s, üstəgələ ing-li feil, üstəgələ is və yaxud da birbaşa xəbər feil gəlirsə, bu yəlik haldır. Yox, apostrof s inkdən sonra feil gəlmirsə, görürsünüz heç bir feil yoxdur, iz də yoxdur. Deməli bu yəlik hal deyil. Bunlara diqqət edək. Bu got gəlirsə uşaqlar, got gəlirsə has'ın qısaldılmış formasıdır. Been gəlirsə has'ın qısaldılmış formasıdır. Sonra zərf gəlib. Görürsünüz completely zərfdir. ly. Deməli bu yəlik hal deyil. Very. Görürsünüz very gəlibsə bu yəlik hal deyil. Always gəlirsə yəlik hal deyil. Bu is always'dir bu. Is always. Sonra often gəlirsə bu da is'in qısaldılmış formasıdır. Already gəlibsə has'ın qısaldılmış formasıdır. Just gəlibsə has'ın qısaldılmış formasıdır. Bu to be going to ifadəsidir. Planlaşdırılmış bir hərəkəti bildirir. Is going to'dur. Bu sonra islə olan ifadələrimiz var. To be fond of, is fond of. Bu yəlik hal deyil. Sonra is eager to. Burada is eager. Bunlar sonra is situated in var. Let asın qısaldılmış formasıdır. Əvəzlikdir bu. It is. Demişdik qayda nədir? Hər iki tərəf isim olmalıdır. Theirs. Theirs'dir bu. Theirs. Bu there is there var deməkdir. Sonra not varsa is not və yaxud da has not da ola bilər. Və here varsa is here'dir. Bunlara diqqət edək. Görürsünüz deyə apostrof s-dən sonra təkcə isim, sifət gəlirsə bu yəlik hal deyil, amma sifət isim gəlirsə bu yəlik haldır. ing gəlməsini bayaq dedim. Əgər ing-dən sonra feil gəlirsə və yaxud da is gəlirsə yəlik haldır. Amma ing-dən sonra feil gəlmirsə, bu xəbər gəlmirsə yəlik hal deyil. Özü bir xəbərdir dediyim kimi. Sonra əgər Mr. üstəgələk Mr. Mrs. varsa, biz burada apostrof s qoymalıyıq. Çünki bu tək bir adamı bildirir. Mr. Brown's place, Mrs. Smith's children. Yəni xanım Smith'in uşaqları, Brown bəyin və yaxud da cənab Brown'un yeri deyirik. Artıq biz burada s apostrof yazmağımız düzgündür. Yox, the article gəlirsə bütöv ailəni bildirir. Fordlar ailəsi, yəni soyadlarıdır bu. Ata Ford, ana Ford, övladlar house'sa. The Ford's car, yəni Fordlar ailəsinin. Artıq the article-ını gördüksə, yəni uşaqlar Mr. Mrs. gördüksə apostrof s, the article-ını görürüksə və böyük hərflə olan söz gəlirsə, bütöv bir ailəni bildirir. Əgər sözün əvvəlində dediyimiz kimi the varsa, bütöv bir ailəni bildirir, cəmlik bildirir və s apostrofdan istifadə edirik. Sonra evi, gil mənası, mağaza, ofis bildirirsə, biz yəni ev, gil mənası, mağaza və ofis bildirən mənaları bildirənlər, onsuz da ondan sonra isim gəlməsə belə yəlik haldır və gil mənası dediyimiz kimi mağaza mənası. Məsələn, ət varsa, ət. Burada ət gil deməkdir. Əmim gildə. At my uncle's apostrof s. Burada məsələn ola bilər ki, əmilərim gil olsun. At my uncle's bir neçə bir yerdə yaşayır. Təbii ki, s apostrof da yazıla bilər. Bir problem yoxdur. At my aunt's xalam gildə. At my granny's. At Kate's. Ət, gördüyünüz kimi ət varsa gil mənası bildirir və insan bildirən söz gəlir. Sonra butcher's, ət dükanı burada. Onsuz da ət yazılsa belə, yazılmasa belə, butcher's apostrof s-lə yazılır, ət dükanı deməkdir. Baker's, çörək dükanı, apostrof s. Chemist, apostrof s. Dentist, apostrof s. Diş həkimi, çörək dükanı, bunları əzbərləyək. Grocer's, ərzaq dükanı, greengrocer's, tərəvəz dükanı. Bunlar olur
dükan mənası verdiyinə görə apostrof S ilə yazılır və yəlik hal hesab olunur. Və bunları S apostrofla yazmağımız doğru deyil. Yoxdur bunlar. Amma bu əmimgili yaza bilərik, çünki bir əmlərimgil. Əmlər eyni evdə yaşayırlar. Əmlərimgil deyə bilərik. Sonra və en article olan several. Deməli, əgər en article varsa apostrof s olur. Buna diqqət edək. A year's contract. Bu bir illik deməkdir. En bir mənası bilir. An hour's lecture. Burada deyə bilərsiniz ki, ay müəllimə, x samitdir, niyə ən gəlib? Bu hour oxunduğuna görə biz deyilişə fikir veririk. An hour's lecture olur. Deyilişə fikir veririk en article-ında. Və few gəlirsə s apostrof olur. S apostrof. Manydirsə özündən sonra cəm isim istədiyinə görə S apostrof. Several özündən sonra cəm istədiyinə görə S apostrof. Sonra rəqəm gəlirsə, bu one-dan başqa 4, 2, 3, 10, million gəlirsə, təbii ki, apostrof, S apostrof olur. Əgər this, that gəlirsə, apostrof S olur. Çünki this, that özündən sonra tək isim istəyir. Amma these, those özündən sonra cəm istədiyinə görə S apostrof olur. Və bunlar da yanlış formalarıdır sağda gördüyünüz kimi. Sonra cəmlənərkən kökündən dəyişən isimlərimiz olduğu kimi qalır. Baxmayaraq these, if you gəlirsə. Yəni these men apostrof S. Əgər biz bunu these men yazsaq, təbii ki, bu yanlışdır. A few və 4 dənə isimimiz var idi. Ha, sheep, deer, sheep, deer, swine, bir də fish. Bunlar təki ilə cəmi eyni olduğuna görə, əgər biz bir qoyunun deyiriksə, a sheep apostrof S, əgər çox qoyun deyiriksə, some da ola bilər, nə bilim, many, cəmlik bildirən əvəzliklər. Some deers, some swines. Yəni biz bunu S apostrofla yazmağımız tamamilə yanlışdır. Olmaz. Mama. Hamısını niyə ora qoydun? Sonra uşaqlar, yesterday, dünənki, bu gün, bugün, sabah, bunlar hər zaman apostrof S-lə olur. Yesterday's flies, yəni S apostrofla yazmağımız yanlışdır. Tomorrow, sabahki deməkdir. Özdə ki, dünənki, sabahki. Tomorrow S apostrofla yazmağımız tamamilə yanlışdır. Today, bugünkü tədbir. Bugün todaydirsə apostrof S mütləq şəkildə. S apostrof yazmağımız yanlışdır. Və mənasına görə tək olan günəş bir dənədir. Ona görə mütləq şəkildə apostrof S yazırıq. S apostrof yazmağımız yanlışdır. Yer kürəsi apostrof S yazırıq. Yer kürəsinin atmosferi. Bir dənədir yer kürəsindən. Başqa yer kürəsi varmı? Yoxdur. Ona görə S apostrof. The moon's surface apostrof S. Niyə? Çünki aydan bir dənədir. Yoxdur. Dünya bir dənədir. The world's olur. S apostrof ola bilməz. Və bunlara baxaq. Bir dəqiqəlik. Xoş gəldin. Bir dəqiqəlik deyiriksə, qarşısında E artiklı varsa E. A minutes yaza bilir. E artiklı varsa apostrof S. Əgər 2 minutes deyiriksə uşaqlar, artıq burada S apostrof olur. A week's holiday, bir dəqiqəlik, bir həftəlik zaman bildirən 2 weeks gördüyünüz kimi S apostrof. Yesterday dediyimiz kimi apostrof S-lə olur mütləq şəkildə və 1 mil məsafə burada apostrof S. Amma 2 miles desək S apostrof olar. 2 kilometers gördüyünüz kimi. Sonra fəsillərin, ayların, günlərin qarşısında. Deməli, summer's day, yay günü gördüyünüz kimi. Burada fəsildir. Summer, winter deyirik. Winter. Apostrof S. Spring deyiriksə, apostrof S deyirik. Və həftənin günləri. Sunday, Monday, Tuesday. Bunlarda apostrof S. Ayların qarşısında December, January. Və ölkə və şəhər adları bildirən. Bilirik ki, Gürcüstandan bir dənədir. Ona görə Georgias olur. Əgər biz buna
S apostrof yazsaq yanlışdır. Gürcüstan bir dənədir axı. Tbilisi bir dənədir axı. Deməli, ölkə və şəhər adlarının qarşısında S apostrof yox, apostrof S olur. Və dediyimiz kimi the sun, the man, the earth, the world, river, water, wind, ocean, city, town, ship, boat, vessel. Bu sözlərlə apostrof S olur. The sun's ray, günəşin şüası. Worlds dedik. Ocean, baxın, okeanın gürültüsü. Ocean, ocean sözü ilə. Və rivers, bəlkə çayın sahili. Bu sözlərlə də apostrof S olur. Burada da sayılmayan isimlərimiz verilibdir. Bunlara baxa bilərsiniz. Əzbərləməyin, sadəcə göz yaddaşı ilə baxın. Sayılmayan isim, çünki istisna olaraq sayılmayan isimlərimiz bəzən deyirik ki, ha bu sayıla bilər, amma gəlir sayılmayan çıxır. Ona görə bunlara diqqət yetirərik, baxarıq hansılar sayılandır, hansılar sayılmayandır. Dərsimiz bu qədər. Uğurlar.